6-cı hökumət kabinetini qur, yarat, formalaşdır, yığ, komplektləşdir, nəysə. Zərəfan yazıb ki, bütün sonları yığın verir. Bu da, deməli, bu hökumət kabinetini formalaşdıra bilmədi. Gəldi dedi ki, qardaş, sosialistlər daxil olmaq istəmirlər bura. Yəni, bu deməli şeyi nə olmadı? Hökumət kabinetini formalaşdıra bilmədi. Yəni, dövlət qalıb başsız. Qanunverici hakimiyyət, parlament var, icraedici hakimiyyət yox. Və 15 apreldə də üstə gələk. Sovet Rusiyasının qoşunları gəlib çıxıb sərhədimizə. Yalama stansiyasında. Azərbaycan şimal sərhədi. Hə? Yalama stansiyası. Və buradan deməli, buradan deməli, həm qrup, hakimiyyət olmadığına görə gəlmişdir. həm də dənizdə hücuma keçdir Bakıda. Hakimiyyət olmadığına görə, həm də icraedici orqan olmadığına görə gəlib çıxa bilmişdilər. Kimlər? Deyəm, 15 apreldə. Yox, onsuz da Rusiya gələsidir. Çətinlər, yəni ölkənin müdafiəsinin çətinləşdirən məsələlərdən biri odur ki, siyasi böhran var ölkədə. Bax, bu da axırıncı siyasi böhrandır. Yəni, ilk siyasi böhran nə vaxt baş vermişdi? Hansı iyununda? 18 iyunda, 16 iyunda, düzdürmü? Etimadsızlıq məsələsi. Bu da sonuncu deməli, hökumət böhranında 1920-ci il mart deməkdir. Artıq buna biz, hətta mart deyək, mart-aprel aylardır. Bu sonuncu artıq. Şeyləri saxlayıb, ayları saxlayıb. Həm buradan, həm də dənizdən Bakıya doğru istiqamət alırlar. Və tələb edirdilər ki, yəni Bakı akkumulasiya alındıqdan sonra 27 apreldə, deməli, tələb edirdilər ki, hakimiyyət verilsin Azərbaycan Kommunist Partiyasına. Baxın, görün, nə qədər gözəl görsənir, işğal kimi görsənmir. Bu da bir də işğala bənzədən məsələ nədir? Məsələ odur ki, Rus qoşunları gəlir, Sovet Rusiyasının qoşunları gəlir. Amma demirəm, hakimiyyəti biz Ruslara təhvil verir. Deyir ki, Azərbaycan Kommunist Partiyasının təhvil verir də hakimiyyəti, cumhuriyyətçilərə deyir. Azərbaycan Kommunist Partiyasının rəhbərləri kimlərdir? Azərbaycanlılar. Görürsünüz ki, işğal nə bir şey ört-bastı elədilər. Bizdən vermək, biz istəmirik bu hakimiyyəti, deyir, Kommunist Partiyasına verir. Rəhbər də deyir, öz üzüncülərdəndir. Mən deyirəm, Erməniyə verir hakimiyyəti, Gürcüyə verir, Rusya verir. Mən deyirəm, öz üzüncülərdən olub, bolşeviklərə verir. Və son iclas 27 apreldə parlamentin son iclası keçirilir. Son iclasdan danışmamışlar. Qabaq, bir də bəhvar demişdim həmən məsələnin dərsin əvvəlində. Yəni, ölkədə siyasi qüvvələr iki qütbə bölünmüşdülər. Bir qismi deyirdi ki, müstəqilliyimizi qoruyub saxlamalıyıq. Bir qismi də deyirdi ki, Rusiyada əməkdaşlıq eləməliyik. Yəni, biz Rusiyada düşmən olmalıyıq, Rusiya bizə düşmən deyil. Həmən qüvvələr yenidən fəallaşırdılar. Və son iclasda da parlamentdə artıq icraedici hakimiyyəti yoxdur, bəyət ki, istefa verildi. Qanunverici hakimiyyət parlamentdə və parlamentdə olanlar da bölünür iki yerə. Başda, deməli, rəfsuzadə olmaqla bir qism deyir ki, hakimiyyətin təhvil verilmək və mübarizə aparaq. Bir qism də deyir ki, nahaq qan tökülməsin. İndi hərəsində öz düşüncəsi var, hərəsində bir cürə anlamaq, başa düşmək olar bəlkə. Nahaq qan tökülməsin, onsuz da biz məğlub olacağıq. Onlar dənizdən və buradan Bakının mühasirə alıblar, Biləcərdədirlər və əgər Bakı şəhərini top atəşlərdən tutsalar, əhali, yəni günahsız insanlar öləcək. Və sonda pes olunur və 27 apreldə hakimiyyət təhvil verilir
Azərbaycan Kommunist Partiyasına. Bir şərt görəsən burada, şərtlər köhnə kitablarımızda çox idi. Tədə kitabımızda bir şərt məsələsi var. Deyir ki, Azərbaycanın müstəqilliyi qorunub saxlanmalıdır. Yəni, bax, biz hakimiyyəti sizə veririk, təhvil veririk. Hakimiyyətdə bolşeviklər olacaq. Amma bax, sabahları hakimiyyətdən deyərsiniz ki, yox, biz özümüzü məsəl üçün ləğv etdiririk, Rusiyanın bir əyətinə çeviririk. Belə bir məsələ olmasın da. Müstəqillik qorunub saxlanmalıdır. Köhnə kitab deyir ki, dövlət məmurlarının təqib olunmamalıdırlar. Onların deməli həyat və mülkiyyətləri toxunulmaz elan olmalıdır. Azərbaycan ordusu qorunub saxlanmalıdır. Sonra Sovet Rusiyasının qoşunları Bakıya daxil olmadan birbaşa Anadoluya, Türkiyəyə köməyə getməlidir. Yəni ki, bir şey dedim mən sizə. Yəni, Sovet qoşunları gələndə, onlar dedilər, demirlər, biz Bakını işğal etmək gəlir. Bunlar dedilər ki, biz buradan keçirik Anadoluya, Türkiyə, Osmanlı ərazisində, hələ Türkiyə vurulmuyor. Osmanlıya gedirik köməyə. Bizimkiləri buraxmışlar ki, köməyə gedirlər, olur. Hə? İnanmışlar. Hə, 27 apreldə Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradı. Amma 23 ay cəbir mövcud oldu. Bu 23 ay ərzində ordu quruzluğunda tədbirlər görülür. Bugün də biz 26 iyulunda qeyd edirik. Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi. Hardan qalıb? Azərbaycan Xalq Cumhuriyyətinin dövründən qalıb. 9 noyabrda biz bayraq günü kimi qeyd edirik. Hardan qalıb? Azərbaycan Xalq Cumhuriyyətinin dövründən qalıb. 28 may özündür. 28 may Respublika günü deyil artıq. Müstəqillik günüdür. Əslində indi bəziləri deyirlər ki, yox, Respublika sözünü yığışdırılmamalıdır. Əslində ən doğrusu budur. Bizim həqiqi müstəqilliyimiz həqiqətən də, çox həqiqətən dedim ha, həqiqətən də 18 oktyabr yox, 28 maydır. Əgər 28 may 1918-ci ildə Azərbaycan müstəqillik qazanmasaydı, 91-ci il oktyabrın 18-də biz müstəqillik əldə edə bilməzdik. Baxın, Cumhuriyyət süqut etdi, düzdür. Süqut etdiğinde hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyət keçdi Kommunist Partiyasına. 1900, amma Azərbaycanın müstəqilliyi saxlanılır. Formal olsa da, Rusiyanın bir filialı kimi, yəni Rusiyadan gələn əmrləri yerinə yetirsə də, kağız üzərində müstəqillik yoxsa, yenə də müstəqildir də. 22-ci SSR yarananda Azərbaycan onun tərkibində müstəqil bir dövlət kimi daxil olur. 91-ci ildə SSR dağılanda Azərbaycan çamadanlarını, şərəşürəsini yığışdırır ki, mən müstəqil kimi daxil olmuş yanınızda 22-ci ildə. Bu yaxınlarda oldu, 69 il bundan qaldı. Yəni mən çıxıram gedəm. Yəni ona görə biz 18 oktyabr müstəqil ola bildik. Yəni bunun da bir növrəsi harada qoyulmuşdu? Yəni lap əvvəl 28 may 1918-ci ildə. Bax belə, Hüseyni bayrağımız, Cumhuriyyətin deməli simvoludur. Yəni biz Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi, davamçısı hesab edir. Sağ olun, salamat qalın, gələn görüşlərə. Siz Dərs qutlamaq da.